Hamıya bir daha salam. Keçən dərs yarımçıq qaldığımız dərsdəyik. E-dərs klinikasını hazırlayırıq. Ana səhifə hazırdır, həkimlər səhifəsi hazırdır. Qısa bir videoda əlaqə səhifəsini hazırlayacağıq. Əlaqə səhifəsini hazırlamaqdan, əlaqə səhifəsini niyə ayrıca qısa videoda hazırlayırıq? Çünki əlaqə səhifəsində həddən artıq toxunmalı olduğumuz mövzu var. Birincisi get və post requestlərdir. Get və post nədir? Məlumatlar saytlarda iki cür yollanılır. Get və post istəkləri vasitəsilə. Get istəkləri açıq şəkildə linklərdə görünür. Birləşdirməkdən ötürü sual işarəsi qoyulur. Sual işarəsi qoyulur. Göndərilən dəyər məsəl üçün yaş bərabərdir 10. Məsəl üçün bu qaydada yollanılır. Bunu bir çox saytlarda görə bilərsiniz. Məsəl üçün xəbər bərabərdir 5. Xəbər aydı bərabərdir 5. Bu 5-ci xəbərin gətirilməli olduğunu deyir. Bir də post var. Post da gizli qaydada yollanılır. Yəni göndərilən sənədin içində yollanılır. Onun üçün də burada görünmür. Daha təhlükəsizdir. Bunu bu şəkildə yadınızda saxlayın. Bunu çox dərinə düşə bilərik. İndi bəziləri çıxacaq deyəcəkdir ki, delete request var, put request var. Bilirəm, ancaq burada nə edirdik? İnsanları çox da qorxutmadan, proqramlamanın çox dərinə düşmədən proqramlamanı yavaş-yavaş təlim eləməyə çalışırıq. Bizim belə bir formumuz var saytda əlaqə bölməsində. Əlaqə bölməsindəki formu dolduruq. Biz istəyirik ki, bizə mail gəlsin. Bizim yazı ortalamasındadır. Bunu bura qoysam linkə gələcək. Aha. Birinci səhifəni dizayn eləyək. Səhifədə klinika daha doğrusu bura klinika yazmağa ehtiyac yoxdur. Əlaqə evə indi randevu al. Burada nə var? Formumuz var. Formun içində bir API token. Bu nə işə yarayır? Bunu bilmirəm. Yəqin ki, template-dən gələn bir şeydir. Action-ı hara gedəcəkdir? Hara yollanacaqdır? Contact.php-yə yollayıram. Hansı metodla yollayıram? Post metodu ilə yollayıram. Burada placeholder var. Placeholder nədir? Bu boşluğu dolduran dəyərdir. Bunu doldursaq da olar, doldurmasaq da olar. Ancaq bizim üçün önəmli olan bu dəqiqə bunun neyimidir? Name bərabərdir ad. Bunu Azərbaycanca yazacağam ki, daha qəşəng mənimsəyə biləsiniz nəyi hardan aldığımı. Placeholder bu nədir? E-mail. Mail yazdım. Bu nədir? Nömrə yazdım. Buraları Azərbaycanca yazmağımda səbəb əslində çox məntiqlidir. Mesaj. Bura qədər hər şey okeydir. Əslində bu nömrə falan alanına ehtiyac yoxdur. Nömrəni neyimlik biz? Həmin adam düzdür, məntiq olaraq var, ancaq belə praktik olaraq əlavədir. Bizim üçün bu dəqiqə yükdür. Hətta bura ad da yox, ad qalsın. Tamam. Baxaq. Belə qısa, öz. Uzatmağa ehtiyac yoxdur. Bir dəqiqə başlıq qismi kəsilibdir. Buradakı xətalar xarici dildədir. O problemdir bir. Bir də submit düyməsi hardadır? Göndər. Göndər. Elə indi randevu al. Bu alanları dəyişdirmək HTML kodudur. Hal-hazırda onunla çox da vaxt itirmək istəmirəm. Include eləyirəm. Mail.php-nin içində istifadə qaydası var. Mail ilə birinci bağlantı eləyirəm.
E, əgər dollar altdan xətt post if is set post qoy yazaq. Burada submit-ə name yazmadım. Name bərabərdir göndər. Mən bunu hara yazayım? Bu buraya yazılmalıdır da. Yox, buraya yazılmalıdır. Ancaq bu niyə buradadır? Hə. Tamam. If is set nə deyirəm? Əgər boşdursa, daha doğrusu doludursa ad, mail və mesaj. Ad, mail doludursa mesajı məncə tamam mesaj da dolu olaraq qalsın. Bura echo aha bu qaydada. İndi biz buraları doldurup göndərə bastığımızda heç bir şey yaramır. Niyə? Göndər düyməsi çünki şeylə əlaqədardır. Bunu Ajax-a bağlayıbdılar. Disabled. Bunu silsək bəlkə işləyər. Aha. Bütün şəxsi məlumatlarımızı verdik dərsdə. Gördüyünüz kimi formu doldurdunuz. İndi formu doldurduq, mail yollamaq lazımdır. Bu qismdə artıq mən mail bağlantısını eləyirəm. Mail bağlantısını eyni buradan kopyalayıram. Çox da bundan vaxt itirməyək. Bu kodun yazım tərzini dediyim kimi bizim edersun.com-dan əldə eləyə bilərsiniz. Dollar altdan xətt post. Postdan gələn maili alıram. Başlıq olaraq postdan gələn adı alıram. Bunu yuxarıdakını kopyalayıb aşağı yapışdırdım və içərik olaraq da yenə eyni şeyi yerləşdirəcəyik. Burada ad olacaqdır, burada mesaj olacaqdır. Qəşəng. Ad Şəhriyar Tağıyev. Mail budur. Xəstəyəm. Pul tökürəm. Göndər düyməsini bastıq. Təbii ki, ekrana mesaj falan da yazdırsaq olardı, ancaq bu versiyada problemli deyil məncə. Göndərildi və mənim Gmail-ıma gəlmiş olmalıdır, səhv eləmirəmsə. Gördüyünüz kimi mail gəldi. Xəstəyəm, kurslara pul tökürəm. Bu formada qeyd olundu. Yəni bu şəkildə sayt yazmaq əslində çox asandır. İkinci video təxmin 40 dəqiqədə falan videonu tamamlamış olduq. Bundan sonraki dərsdə admin paneldir. Orada insertdir falan bu əmrlərlə tanış olacaq. Dərsin davamını isə, bu dərslərin davamını isə edersun.com-dan əldə edə bilərsiniz.